Bugün sizə təqdim etdiyim avtomobil sinifində ən geniş salonu olan Skoda Fabiadır. Dayan, Natiq nə edirsən? Bugün sizə təqdim etdiyim avtomobil sinifində ən böyük geniş salonu olan avtomobil Skoda Fabiadır. Skoda Fabia xarici görünüşdən kompakt avtomobilə oxşayır. Ona görə də çox insanlar fikirləşir ki, bu avtomobilin salonu dardır. Və avtomobili test drive'a gətirməmişdən əvvəl oturub fikirləşirdim ki, bu avtomobili tamaşaçılara necə təqdim edeyim. Qardaşım həmişə soruşurdu, nə olub fikirlisən, nə fikirləşirsən? Deyirəm, Skoda avtomobilini çəkmək istəyirəm Fabia və sübut eləmək istəyirəm ki, avtomobilin salonu doğrudan da genişdir. Mən qardaşım Natiqin Farsajda çəkilmək arzusunu bilirəm. Ona görə də bugünkü test drive'a qardaşımı dəvət etdim. Qardaşım olduğuna görə yox, sadəcə onun boyu hündür olduğuna görə mən onu bugünkü test drive'a dəvət elədim. Buyur, yaxınlaş. Qardaşım Natiq, boyumuzun ölçülərində deyək, 1.83 boy məndə, 1.93 boy onda. Üzümü tərəfə çevirmişdim, baxdım, avtomobili təqdim edirsən. Nə olub, qaça-qaçdır? Gördüm, çox hazırlarsan, dedim, mən keçim qabağa da. Hə, keçim əl açqımı da götürmüşsən, özünü mənə oxşatmaq istəyirsən. Sən mən ola bilməzsən, yadında saxla. Uşaqlıqdan onu yaxşı bilirsən. Başlayaq. Natiq, bugünkü tez rəvdə məqsədimizi bilirsən də. Məqsədim bilirəm ki, məcburi bu maşının içinə yerləşdirməkdir mən. Amma yerləşməyəcəm o maşının içinə mən. İnanırsan buna, əminsən? Əminəm. Oturarsan avtomobilin salonuna, sürücünün yerə. Sürərsən, idarə edəcək. Və mən şəxsən kamera operatordan xahiş edəcəm ki, sənin dizlərini çəksin. Çünki adətən avtomobilə oturanda dizlərin ön paneldə yuxarı olur. Kim kömək eləyəcək oturmağa mənə? Özün oturacaqsan, heç kəs kömək eləməyəcək. Həm də Natiq, bundan əlavə biz bir-iki dənə test drive edəcək avtomobili. Görək də həmişə tərifləyirsən özümü, mən belə sürürəm avtomobili, sən bunu bacarmırsan, görərik. Yaxşı? Natiq, indi gedək avtomobilin salonda, sürücünün yeri hələ sənin üçün tezdir. Qabaq oturacaqda ələşərsən və arxa oturacaqda ələşərsən, görərsən avtomobilin salonu nə qədər genişdir və istəsən oturacaqda, qabaq oturacaqda mən sərbəst oturaram, gör arxada nə qədər yer qalar dizlər üçün. Gedək? Gedək. Gəl, buyur, otur, qabaq oturacaqda, bu sənin yerin. Nətər yerləşdin? Bura yerləşdim. Bura rahatdır. Gördüyünüz kimi qardaşım əyləşdi qabaq sərnişin oturacağında və dizdən ön panelə olan məsafə baxın, rahat əyləşib. Natiq, başqa vaxt evdə imkan vermirsən mənə danışmağa. Nə oldu? Bir fikrini tamaşaçı sənə fikir vergəmək istəyir. Mən səni bura elə belə gətirməmişim. Gətirmişəm ki, yəni ki, biz sübut eləyək ki, səni hündürlükdə adam, yəni ki, fikirləşmə, labday 2 metr boyun var, 1.93-dür. Bu avtomobilin salonunda yerləşir, yoxsa yox? Sən imkan verirsən ki, mən danışım? Danış da, danış. Bir keçim sürücünün yerinə, bir oturum sürün bu maşını, baxım nəyə qadirdir bu maşın. Bilirəm, elə sənin fikrin, zikrin bu avtomobili oturub idarə etməkdir. Neynək? Keç otur sürücünün yerində, mən də oturmayanda gedək. Avtomobil bir sınaqdan keçirək. Yoxlayaq bunu, görək nədir? Sürək yoxlayaq da, sürək yoxlayaq. Natiq, bax, əyləşdin sürücünün yerində, düzdür? Bax, mən sənin fikirləri bilmək istəyirəm. Nə xoşuma gəlmir sal avtomobildə? Xoşuma gəlməyən hələ salonda yoxdur heç nə. Belə otursan rahatdır. Bəlkə əlbin altındadır hər bir şey. Belə rahatdır. Yəni ki, sərbəst yerləşirsən yoxsa yox? Tam rahat. Dizlərin dəymir ki? Sən necədir? Adətən həmişə sən avtomobildə oturanda, düzdür, sənin üzvə demirlər, gəlib mənə deyirlər ki, Natiq oturda avtomobildə dizləri ön paneldən yuxarı qalxdı. Həmişə gülürdük belə şeyə. Mən burada baxıram sərbəstsən. Sən hələlik avtomobillə tanış ol, mən bir tamaşaçılara bir-iki dənə məlumatım var. Fikir yayındırma. Yəni ki, əziz hörmətli tamaşaçıları, gördüyünüz kimi Skoda Fabianın salonu çox rahatdır, sadədir, parça oturacaqlardır, yüksək keyfiyyətli plastikdən işlənib avtomobilin salonu. Avtomobildə kondisioner də mövcuddur. Transmissiyada Tiptronic transmissiya ilə təmin olunub. Və onu da deyim ki, avtomobilin salonunda rahat sərbəst 5 nəfər adam əyləşə bilər. İndi hələlik qardaşımla oturmuşuq avtomobilin qabaq oturacağında, oturub sürücünün yerində, mən də sərnişinin yerində siqnalla oynama.
Və indi əyləşəcəm avtomobilin arxa oturacağında, qardaşım idarə edəcək və düz onun arxasında əyləşəcəm ki, siz görəsiniz ki, mənim dizlərimdə olan məsafə nə qədərdir oturacaqla. Çünki yenə deyirəm, mənim boyum orta boydur, 1.83-dür, qardaşımın boyu isə 1.93-dür. Amma bilmirəm, nətər gəldi mənə keçdin, həmişə məndən balaca idi. İndi isə oturum Natiqin arxasına yerləşən oturacağa, görək mənim dizimlə və oturacağın arasında məsafə nə qədərdir. Görək orada sərnişin oturanda diskomfort hiss edir, yoxsa yox. Gəldim ha. İndi əyləşmişəm arxa oturacaqda, mənim ayaqlarım az qalıb ki, qabaq oturacağa, dizlərim az qalıb ki, qabaq oturacağa toxunsun. Amma bu da mənə diskomfort vermir. Çünki mən rahat əyləşmişəm və uzaq məsafələrə, yaxın uzaq məsafələrə bu avtomobillə hərəkət edə bilərəm. Və onu da deyim ki, qardaşımı ona görə gətirdim ki, nümunə olaraq ki, bu insanın boyu 1.93-dür və oturacağı maksimum arxaya çəkib oturub, ona görə də mənə boyda insan bu avtomobilin salonunda arxasında, arxa oturacağında rahat əyləşə bilər. Natiq, indi bilmirəm, biz fikrimizi tamaşaçılara çatdıra bildik, yoxsa yox? Qardaşım, mənim ürəyim partlayır. Bunu sürək də bir dənə yoxlayaq. İmkan ver də, qoy normal danışım, avtomobilin bir salon haqqında məlumat verək də. Ayaqdan danışırsan, bunu sürək də, mən deyim də. Bir dəqiqə dayan da, qoy bir dənə yük hissəsindən də məlumat verək. Yük hissəsinin avtomobilinə görə görsədim ki, yük hissəsi də genişdir də. Bilirsən necədir, bunun arxa oturacaqlar qatdalanır və bunun nəticəsində yük hissəsinin həcmi böyüyür. Yaxşımı? Bir 5 dəqiqə səbr elə, 5 dəqiqədən sonra sənin yanındayım. Yaxşı? Həllik oyna da, elə uşaqlığı yada sal. Oyna, o yana, bu yana, belə. İndi isə yük hissəsini açım. Avtomobilin, deməli, yük hissəsinin genişliyini sizə göstərmək istəyirəm mən. Avtomobilin arxa oturacaqları qatdalanır. Baxırsan, Natiq. Bax, gördün mü bu oturacaq necə açılır? Düzdür, dayan, düz açmadım. Çək elini, çıxart. Qardaş lazım deyil bu. Çıxart da. İmkan vermir, Hə, ən hörmətli tamaşaçılar və bunun nəticəsində yük hissəsinin həcmi böyüyür. Həmin funksiyada o birisi oturacaqda var və istədiyiniz əşyanı bu balaca kompakt avtomobilin içində apara bilərsiniz. Uzanıb yatmaq olar burada? Sən uzanıb yata bilməzsən. Belə avtomobili düzün ölçsə elə sənin uzunluğundadır. Sürməyək bə? Dayan da bir dəqiqə dayan avtomobilin. 5 dəqiqə demişdin, 20 dəqiqədir danışırsan. İndi isə qardaşımla avtomobili test drive edək və avtomobili haqqında sizə ətraflı məlumat. Hara getdin? Belədir də, atam həmişə uşaqlıqdan açarı qoyurdu masanın üstünə, imkan vermirdi. Saxla! Uşaqlıqdan həmişə atam qoyurdu açarı masanın üstünə, bu açarı götürərdi və evin avtomobilini qaçırardı. İmkan vermirdi avtomobil bir yerdə dayansın. Saxla! Buna bax, deməli, Skoda Fabia avtomobili 1.6 litr həcmli mühərrik ilə təmin olunub, 105 at gücündədir. Və hər test drive'da mən sizə məlumat verirəm ki, Skoda konserni Volkswagen qrupa aiddir. Ona görə də avtomobilin gedişat hissəsi, mühərriki və transmissiyası Volkswagen markasına məxsusdur. Saxla! Saxla, saxla! Saxla da! İndi bilmirəm, bu avtomobilin bunun qabağına daş atım ki, avtomobili dayandırsın, yoxsa neynəsin? Acıq verir mənə. Saxla! Saxla! Saxla. İndi isə nə oldu? 10 dəfə dedim sənə saxla maşını. 10 dəfə. Özə təhlükəsizlik kəməri niyə bağlamamsan? Təhlükəsizlik kəməri niyə bağlamamsan? Bağla təhlükəsizlik kəmərini.
Nə oldu? Xoşuma gəldi maşın? Xoşuma gəlməsəydi yəqin ki sürməzdim bu qədər bunu.